Değerli din qardaşlarım, Rəbbimizə sonsuz həmd sənalar olsun ki, Allah Azza və Cəllə bizləri hicri bir təqvimin son günlərini yaşamaqdayıq. Allah Azza və Cəllənin bizlərə verdiyi bu ömür neymətini, bu ömür sərmayəsini bir il əlimizdən daha çıxdı. Belə demək mümkünsə, bir il Allah Azza və Cəllə bizlərə fürsət tanıdığı torpağın üzərində olma neymətini, Allaha yönəlmə neymətini, onu daha çox zikr etmə, onu daha çox təqdis etmə neymətini bizə vermişkən, ondan nə qədər istifadə etdiyimiz hər kəsə məlumdur. Onun üçün də hər kəs öz-özünə sual verməlidir. Bu hicri təqvim ömrümüzdə hansı günlərlə yadda qaldı? Hansı günləri, hansı gecələri əhya edə bildik? Allahın rızasına uyğun olaraq ixlaslı mı, səmimi mi, doğru mu, ədalətli mi? Allah Azza və Cəllənin bizlərə qoyduğu bu müsəlman adına layiq ola bildikmi? Hər kəs özünə bu sualı verməlidir. Artıq hicri təqvim bildiyimiz kimi müsəlmanların özünə məxsus olan bir təqvimdir ki, Həzrət Ömərin zamanında, Həzrət Ömərin xilafəti zamanında Əhl-i Beytin tanınmış simalarından olan Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yaxın sahabələrindən, aşire-i mübəşşirədən olan Ali İbni Əbu Talibin təklifi ilə hicri təqvim 638-ci ildə qəbul edilir. Bilirik ki, hicri təqvim Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Məkkədən Mədinəyə hicrət tarixini öz tarix mənbəyimiz olaraq, tariximizin əvvəli olaraq götürmüşük. Bu da həm də olsun öz dinimizin özümüzə məxsus olan bir tariximizin, bir başlanğıcımızın, bir miladımızın olduğu tarixdir. Niyə məhz hicrəti götürmüşlər, dəyərli qardaşlarım? Ona görə ki, hicrət hər şeyindən keçməyin adıydı. Övladın ata-anadan keçdiyin adıdır. Maldan, mülkdən, ən sevdiklərindən Allah yolunda keçməyin adıydı hicrət. Hicrət müsəlmanlar üçün dönüş nöqtəsinin adıydı. Artıq həmd olsun 16 iyun inşallah hicri təqvimlə 1447-ni geridə qoyub 1448-ci hicri təqviminə inşallah qədəm qoyacağıq. Rəbbim İslam ümmətinə xeyirli, bərəkətli eləsin. Bilirik ki, artıq Zilhiccə ayındayıq. Zilhiccə ayını geridə qoyuruq. Artıq 4 haram aydan biri olan Muharrem ayına giririk ki, Muharrem ayında da bildiyimiz kimi Aşura adında İslam ümmətinin çətin günləri olmuş, Əhl-i Beyt nümayəndəsi olan Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sevdiyi nəvəsi olan Həzrət Hüseynin ağır günləri olmuş. Əhl-i Beyt bir evdə yaşayan ailə fərdləri mənasına gəlir. Bu mənada Əhl-i Beyt Peyğəmbərimiz və ailəsinə deyilir. Bir insan Allahı və Rasulunu sevmədən müsəlman ola bilməz. Bu sevgi iman sahibi olmanın şərti və ayrılmaz bir gərəyidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi sevən hər mömin onun əhl-i beytini ailə fərdlərində sevər. Peyğəmbərimizə salam və salavat necə bütün möminlərə vacibdirsə, əhl-i beytə ehtiram və məhəbbətlə bağlanmaq da bütün müsəlmanların vəzifəsidir. Əhl-i beyti sevmək Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə olan sevgidən irəli gəlir. Bu xüsusda
möminlərin birinci əmiri olan Əbu Bəkr Sıddıq radiyallahu anh belə deyir. Rasulullahın əhli beytini sevib, məmnun edərək Rasulullahın xətrini saxlayın. Vallahi, Rasulullahın yaxınlarının haqlarını qorumaq mənim üçün öz yaxınlarımın haqlarını qorumaqdan daha sevimlidir buyurur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin uca Rəbbimiz tərəfindən tərbiyə edilən və qorunan şəxsiyyəti ilə bərabər onun əhli beyti də Rəbbimiz tərəfindən bəşəriyyətə təqdim olunmuş müstəsna insanlardır. Allah Rasulü sallallahu aleyhi və səlləm necə bütün insanlara xeyirlidirsə, onun xanımları da bütün qadınların, övladları da bütün övladların xeyirlisidir. Hər ağacın kökündən çıxan pöhrələri o ağacın əsalətini və mahiyyətini daşıyır. Əhl-i Beyt haqqında məşhur bir hədis şərifdə Peyğəmbərimiz aleyhissalatu vesselam belə buyurur. Sizə iki əmanət buraxıram. Biri Quran-ı Kərimdir, digəri Əhl-i Beytimdir. Əhl-i Beytim mövzusunda sizə Allah'ı xatırladıram. Allah'tan qorxursunuzsa, Əhl-i Beytimə ehtiramla davranın buyurulur. Bəli, Əhl-i Beyt Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bizə əmanətləridir. Onları sevmək hər birimizin borcudur. Ancaq bu sevgimiz quru bir sevgidən ibarət olmamalı. Onların fəzilətindən istifadə etmək şərtdir. Mənən və ruhən Əhl-i Beytə bağlı olmaq lazımdır. Əhl-i Beytlə əlaqəli Əhzab surəsinin 33-cü ayəsində Allah azza və cəllə belə buyurur. Ey Peyğəmbərin ev xalqı! Allah sizdən pisliyi uzaqlaşdırmaq və sizi tərtəmiz etmək istəyir. Ayət-i kərimənin əvvəlinə baxıldıqda bu ilahi kəlamın Peyğəmbərimizin xanımlarına xitab etdiyi görülməkdədir. Bu ayə nazil olarkən Hz. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin xanımı Ümmü Sələmə radiyallahu anhanın evində idi. Xəbər göndərərək Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin Fatıma radiyallahu anha ailəsinin yanına çağırdı. Hüzuruna gələn qızı Fatiməni, nəvələri Həsən və Hüseyni də ataları olan Həzrəti Əli radiyallahu anhumu üstünə çəkdiyi örtünün altına toplayaraq Allahım, bunlar da mənim əhl-i beytimdir. Onlardan günah kirini təmizlə deyə dua etdi. Əziz din qardaşlarım, əhl-i beytlə əlaqəli mühüm bir xüsusda qeyd edək. Bir ata ev xalqından və ya övladından birini digərindən biraz artıq sevərsə, bu digərlərini sevməmək mənasına gəlməz və əhl-i beyt olmaqdan uzaqlaşdırmaz. Odur ki, əhl-i beyt deyildiyi zaman bunu dar bir çərçivədə düşünmək və ancaq müəyyən şəxslərə bu hüdudu daraltmaq doğru deyildir. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləmin qızı Fatıma radiyallahu anha ilə digər qızları və bunların övladları da əhl-i beytdən sayılmaqdadır. Həsən və Hüseyin radiyallahu anhumanın isə bu ailənin, əhl-i beytin ən sevimli çiçəkləridir. Həzrət Əli radiyallahu anh Peyğəmbərimizin evində yetişməsi və Fatıma anamız ilə evlənməsi ilə xüsusi bir nisbətdə əhl-i beytə daxil olmuşdur. Həmçinin əhl-i beyt deyildiyi zaman Həzrət Peyğəmbərin həyatını paylaşdığı möhtərəm xanımlarını əsla və əsla əhl-i beyt çərçivəsindən kənarda tutmaq olmaz. Çünki onların da sevilməsini, hətta ümmül müminin, möminlərin anaları deyə sevilməsini, bu səviyyədə hörmət edilməsini bizə Allah-u Teala və Peyğəmbərimiz öyrətməkdədir. Dəyərli din qardaşlarım, əhl-i beyt sevgisi Allah Rasulü sallallahu aleyhi və səlləmin bizə əmanətidir. Lakin hər sevgidə olduğu kimi bu sevgidə də həddi aşmamaq lazımdır. Çünki lazımından artıq səviyyədə sevmək məqsəddən uzaqlaşdıraraq nəticədə insanı xurafə hərəkətlərə aparar. Əhl-i beytə sevgidə həddi aşmaq, məqsəddən uzaqlaşmaq da doğru deyildir. Bu seçkin insanlara olan
ünsiyyətimizdə onlara qarşı biganə qalmaq da doğru deyildir. Yəni, nə ifrata, nə də təfridə varmaq lazımdır. Əhl-i Beytə mənsub olan hər insan bizə Allah Rəsulunun qalan yadigarıdır. Allah bizə əziz və hər şeydən daha qiymətlidir.